Hər kəsi salamlayırıq, hər vaxtınız xeyirli olsun. Dalğa FM radiosunda yenidən sizin görüşünüzə gəlmişik. Havanın necə keçməsindən asılı olmayaraq, saat 11 xəbərlərindən sonra vaxt əlbəttə ki, sənətdən danışmaqdır. Sənət özü danışır bizim verilişimizdə. Əlbəttə ki, bizim qonaqlarımızın dili ilə, sənət yolu ilə, yaradıcılığı ilə və bugün də çox maraqlı bir qonağımız var. Əslində uzun illərdir tanıdığım bir xanımdır və Azərbaycan sənət aləminin bir çox sahələrində öz töhfələrini verib və bugün isə həm də Azərbaycan Uşaq Fondunun sədridir. Zəhra Bədəlbəyli. Xoş gəlmisiniz əzizim. Çox sağ olun. Çox sağ olun Sevinç xanım. Xanım deməyək. Təşəkkür edirəm. Çox şadam ki, mən buradayam bugün sizinlə. Nəhayət ki, uzun zamandan sonra görüşdük biz. Əslində bir belə deyək də bilməyənlər üçün bir açıqlama edək ki, biz uzun illər Zəhra Bədəlbəyli ilə bizim doğma Bakı Musiqi Akademiyasında bərabər oxumuşuq. Tələbə yoldaşıq və əlbəttə ki, bir-birimizin də uğurlarına, nailiyyətlərinə hər zaman sevinirik. Bir çox sahələrdə öz sözünüzü demisiniz və maraqlı töhfələr vermisiniz. Həm bir musiqiçi kimi sözsüz ki, bir pianoçu kimi, şairə kimi də sevə-sevə oxuyuram şeirlərinizi. Amma son illər daha böyük mən deyərdim və həm də sizə də elə artıq bir doğma mövzudur. Bilirik ki, artıq siz də ana olandan sonra yeri gəlmişkən Allah saxlasın. Çox sağ olun, çox sağ olun. Bütün övladları. Ümumiyyətlə uşaq mövzusu və Azərbaycan Uşaq Fondunun sədri olmaq kimi mən deyərdim ki, həqiqətən də çətin və məsuliyyətli bir işin altına girmisiniz, böyük bir missiyanı daşıyırsınız və bu sahədə görülən işlərdə və bir qədər bax bu inkişaflardan danışaq. Çünki artıq ilin sonuna gəlirik. Bir hesabat tipində bizə məlumat verərdiniz. Çox sağ olun, xoş sözlərinizə görə çox məmnunam. Əlbəttə ki, bəli, dediyiniz kimi bu çox böyük məsuliyyətdir ən birinci və biz çalışırıq ki, bu fondu belə deyim də, onun dirçəlişi ilə məşğuluq və əlbəttə ki, həm struktur baxımından, həm digər məqamlar baxımından çox iş var. Amma çalışırıq ki, bu işin yəni gedişatında biz məhz uşaqlara fokusumuzu yəni saxlayaq uşaqlarda və əlbəttə ki, uşaqlarla bağlı müxtəlif layihələrimiz var, proqramlarımız var, hansılar ki, bəziləri artıq həyata keçib, bəziləri biz belə deyim, aylıq eləmişik. Biz misal üçün bizim Sevinç Payı çox gözəl bir layihəmiz var və o layihədə biz uşaqları götürürük cizgi ya bədii filminə baxmaq və ondan sonra onlar sadəcə əylənirlər, bəzi kafelərə gedirlər və bu uşaqlar əlbəttə ki, sığınacaqlardan, internatlardan, uşaq evlərindən olurlar və ya hansısa az təminatlı ailələrdən və bu deyim, layihə artıq bir ildir ki, bizdə keçir və çox uğurlu mən onu hesab eləyirəm. Çünki il ərzində hardasa, belə deyim, hər ay 40-50 nəfər uşaq olur. Ona görə də il ərzində belə hesablasaq, yəni 400 nəfərdən çoxdur. Ay maşallah, bəli, bu qədər. Ona görə də mən hesab edirəm, belə proqramlar vacibdir, lakin bununla yanaşı, əlbəttə ki, təhsil yönümlü, yaradıcılığa dəstək və s. biz proqramlar həyata keçirdirik. Onların sırasında biz hal-hazırda uşaqların belə deyim, hazırladıqları, yazdıqları şeirlərdən ibarət bir toplu şeir toplusunu hazırlayırıq. O işıq üzü görməlidir. Bir neçə aydan sonra inşallah olacaq. Və digər layihələrlə bərabər əlbəttə ki, biraz ağır mövzu var. O deməli xəstə uşaqların, hansısa xəstəliyə tutulan uşaqların müalicəsi, əməliyyatları, izləmişəm, qarşıma çox müraciətlər çoxdur bizə. Əlbəttə ki, biz çalışırıq hər müraciətə müsbət cavab verək, amma
çox təəssüf ki, hələ ki bu biraz çətin, belə deyim, çətin məqamlardır. Lakin bizə qoşulan insanlar, dəstək olan insanlar, şirkətlər artıq mövcuddur və biz istərdik əlbəttə ki, daha çox olsun, çünki biz Azərbaycan Respublikasının tək uşaq fonduyuq və istərdik Yəni ki, yeganə Azərbaycan uşaq fondu var. Bəli, bu dövlət təsis etdiyi bir fonddur. Uzun illər əvvəl yaranıb həm də. 40 ilə yaxındır. 40 ilə yaxındır. Bəli, 88-ci ildə bizim fondumuz Sovet fondunun filialı kimi təsis olunmuşdu. 91-ci ildə isə müstəqillik bərpa olunandan sonra bizim fondumuzda müstəqil fond kimi başladı fəaliyyətə və biz beynəlxalq assosiasiyanın üzvüyük, lakin əlbəttə ki, yəni ən əsas bizim üçün prioritet olan Azərbaycan uşaqlarıdır və 2 milyondan çox uşaq var bizim ölkəmizdə. Ay maşallah, hər birini Allah saxlasın, Allah qorusun. Bəli. Amin. Çox istəyirik ki, həqiqətən, yəni bu sadəcə sözlərdə yox, əməldə və ümumiyyətlə onların həyatında əks olunsun ki, onların həyatları çox parlaq, çox xoşbəxt olsun. Bəli. Və biz buna, yəni ən əsas təməl bizim ölkə rəhbərimiz qoydu ki, bizim yəni müharibədən biz qalib ölkə kimi çıxdıq və bu uşaqlar artıq qalib ölkədə yaşayırlar və digər psixologiya ilə yaşayırlar. Çünki biz daha xoşbəxt, daha firavan ölkədə, bəli. Bizim o çətin dövrlərimizi biz artıq anlayırıq ki, o uşaqlıq illərimizə təsadüf etdiyi üçün o nə dərəcədə ağrılı bir travmadır əlbəttə ki, uşaq üçün, amma çox şükür bugün azad, müstəqil, suverenliyi olan bir ölkədə böyüyür. Bu da bir əlbəttə ki, uşaqların yetişməsində mühüm rol oynayır. Əlbəttə ki, və misal üçün, yaradıcılıq üçün o qədər böyük fürsətlər var. Həm Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış, həm digər yəni sferalarda olan, yəni hansısa özəl şirkətlər tərəfindən, özəl şəxslər tərəfindən dəstək olan layihələr var və əlbəttə ki, biz onlara da, yaradıcı uşaqlara da çox diqqət yetiririk. Ona görə də yəni müxtəlif layihələr edirik. Uşaqlara da belə deyim, tərbiyəyə dəstək olaraq biz onları hansı konsertlərə də aparırıq, sirka aparırıq və yeri gəlmişkən maraqlı bir məqamı da söyləyim, çünki səhifənizi izləyirəm və bir orada paylaşımlardan da çox diqqətimi çəkən məqamlar olub. Məsələn, bizim ulduzlarımızın da bu layihələrə qatılmağı, hətta məsələn, mən xüsusən bizim Avroviziya təmsilçilərimizi Eldar Qasımov, Nigar Camalı qeyd etmək istəyirəm ki, bu yaxınlarda bir maraqlı layihə var idi. Hətta bir obraz yaratmışdılar. Çox təəssüf ki, bu layihə yəni sonuna qədər biz onu reallaşdıra bilmədik. Təəssüf. Nə danışırsınız? Çünki sponsor tapılmadı. Bunu da səsləndirim. Bəlkə bir efir vasitəsilə onu bir daha bir açıqlayaq nə idi? Bəlkə aidiyyatı qurumlar eşidərlər, dəstək olmaq istəyərlər. Çox istərdim ki, dəstək olsunlar. Çünki bu həqiqətən çox maraqlı bir layihə idi ki, biz deməli yeni il üçün elə yeri gəlmişkən bəli, keçən yenilikdir. Bir söz vaxtına çəkər. Bəli, xüsusi bir tamaşa hazırlayırdıq. Xüsusi ssenari, maraqlı obrazlar və hətta o səs yazmalar bizdə qalır. Yəni Eldar, Nigar bütün o vaxtlarını sərf elədilər. Çox sağ olsunlar ki, bizə dəstək olsunlar. Və səs yazma studiyasında biz çox yəni işlədik ki, hər şey qaydasında olsun. Yəni belə deyim, yolun yarısını keçmişik, o biri yarısını bizə sponsor lazım olduğu üçün, bəli, dəstək lazımdır, amma olmadı. Ona görə də biz təəssüf olsun ki, hələ ki onu reallaşdırmadıq, amma İnanırıq ki, nə varsa. Mən də buna çox arzu edərdim. Mən qatılıram bu arzunuza. Çünki mən hətta bir ara təəssüfləndim ki, ay mən qaçırdım, hacan oldu. Sən demə hələ ki yarımçıq qalıb. Reallaşmağını arzu edirəm. Məkan olaraq da seçilmişdimi sizdə? Məkan var idi mi? Nizami kinoteatr. Yəni kinoteatr da artıq var idi. Sadəcə bax səslənirik. Çünki
belə deyək də, yeni il bayramı axı uşaqların bayramıdır. Belədir. Yəni bunu etiraf edək. Biz yeni ildə sanki mən özüm də uşaqlaşıram. Mən özüm də uşaqlığımı yadıma salıram da. Belədir. Yəni və o uşaqlıq illərini daha zəngin, daha xoş xatirələrlə zənginləşdirmək üçün əlbəttə ki, bax bu cür layihələrin, tədbirlərin olması çox önəmlidir və mən ümidliyəm, necə Çox deyirlər sağ ki, olun, təşəkkür o edirəm. layihəniz gerçəkləşəcək. Çünki bildiyimə görə bax o ulduzlar da təmənnasız olaraq bax bu layihədə qoşuldular və az qalıb. Yəqin ki, az işlər qalıb və Yəqin inanırıq ki, səsinizə səs verən olacaq. Çox sağ olun. Bəli. Səsdən danışarkən, sənətdən danışarkən, ümumiyyətlə hava da bir maraqlıdır da. Arada sırada incəsənətlə necə bax o poeziyanız olsun, pianoçuluq olsun, o fəaliyyətinizi də davam etdirirsinizmi? Çalışıram davam etdirim. Düzdür, indi bir qədər. Bəli, biraz Ana çətindir. qayğıları, xoş qayğılardır. Bəli, belədir. Biz bu yaxınlarda bir həftədən sonra bir kitabımızı təqdim edəcəyik. Bax anons. Bəli, mən və Səid Riyad bir belə deyim, hekayə yazmışıq. Nə maraqlı. Bəli, bu çox maraqlı və çox vacib bir hekayədir. Niyə görə? Çünki Sima tətbiqin, biz bilirik ki, Sima tətbiqi çox bizim üçün, yəni hər Azərbaycanlı üçün çox vacib bir tətbiqdir. Və biz məhz uşaqların dilində, uşaqlar üçün izah kimi, lakin bədii şəkildə, bədii formatda onu yəni izah etməyə çalışdıq ki, necə ondan istifadə etmək olar və s. və l-axır və orada biraz sirini açım. Orada deməli uşaqlar Ağalı kəndinə səyahət edirlər və yəni çox maraqlı orada məqamlar var və hətta bizim təqdimatımızda onun bir parçası tamaşa kimi göstəriləcək və çox istərdim ki, az sayda biz onu eləmişik və daha çox istəyirik ki, uşaq evlərində, yəni o uşaqlara bu kitab çatsın, bəli, onlara paylanacaq. Biz Azin Telekomla bunu birgə eləyirik, 3 alma ilə bir yerdə və bu kitab xeyriyyə məqsədi ilə yerdə. Bəli, xeyriyyə məqsədi ilədir və orada illüstrator Maryam Kalbiyeva çox gözəl illüstrasiyalar çəkir. Çox gözəldir. Yəni uşaqlar üçün bu kitab məncə çox həm önəmlidir, həm maraqlı olacaq. Həm də maariflənməsinə çox bəli, maarifləndiricidir. Çünki biz indi hal-hazırda çox böyük bir layihənin üstündə işləyirik ki, kiber təhlükəsizlik mövzusunda. Niyə görə? Çünki biz başa düşürük ki, uşaqlarımız, yəni gün aşırı daha çox gadgetlardan istifadə edib internetdədirlər. Hansısa həm məktəb üçün lazım olan məlumatları əldə edirlər, həm əylənmək üçün orada oyun oynayırlar və s. Sadəcə kiber təhlükəsizlik çox önəmli bir məqamdır. Bəli, ümumiyyətlə bu son illərdə ən belə deyək aktual və valideynləri xüsusda narahat edən məsələdir. Bəli. Narahat edən məsələdir və burada da hardasa işlər aparılmalıdır ki, o uşaqların əlbəttə ki, sığortalanması üçün, təhlükəsizliyi üçün bax bu işlər də görülməlidir və yəqin ki, artıq gələn ilə çünki bəli, gələn il olacaq. İnşallah biz iyun ayına planlaşdırırıq. Baxaq görək necə alınacaq. Çox böyük və çox beynəlxalq bir tədbirdir. Əlbəttə ki, ölkəmizdə belə yəni kiber təhlükəsizlik ilə bağlı dövlət səviyyəsində işlər çox aparılır və s. Sadəcə biz elə bil ki, uşaqlara dair körpü kimi çıxış edirik. Niyə görə? Çünki rəsmi olaraq və belə deyim, içində iş aparılır çox yaxşı səviyyədə, lakin onu uşaqlara izahı və uşaqlara düzgün məlumatlandırma, bəli, onu o iş aparılmalıdır. Belə fikirləşirik ki, bizim üzərimizə düşür və biz ona görə belə fikirləşdik ki, məhz bu formatda o daha gözəl olardı. Baxaq necə alınacaq. İnşallah uğurlu olsun və yeri gəlmişkən bu kitabın bax hətta bir tamaşa o nə zaman olacaq? O bir həftədən sonra olacaq. Sözün düzü
təqdimat biraz qapalı şəkildə Aha. keçiriləcək, lakin ondan sonra biz planlaşdırırıq ki, ola bilsin ki, bu kitablar paylanandan sonra yenə də biz onları çap edək və hətta ola bilsin ki, satışa Yəni, çıxsın. satışa da, Bəli. bəli. Biz istəyirik ki, daha çox insanlara, daha çox uşaqlara o əlçatan olsun. Bəli. Ona görə onun adı Sima missiyasıdır. O, maraqlı bir layihə. Əslində uşaqların maariflənməsi və eyni zamanda burada uşaqlardan danışırıqsa, bu gün Azərbaycan Uşaq Fondunun sədri kimi mən valideynlərə də istərdim bir səslənək. Çünki əslində uşaqların üstünə çox yük düşür. Biz çox onları belə deyək də çalışırıq ki, hardasa istər tərbiyə baxımından, maariflənmə baxımından, əylənmə baxımından, amma burada etiraf edək ki, daha çox hər şey valideynlərdən asılıdır və siz də onlarla daha çox rastlaşırsınız. Bax bu övladlarımızın, uşaqların həm də zövqünün formalaşmasında, yəni bilirik ki, yəni siz də özünüz də bir musiqiçisiniz, bilirsiniz ki, necə sənətin, incəsənətin uşağın formalaşmasında necə böyük bir təsiri var və ümumiyyətlə bir insan kimi, şəxsiyyət kimi formalaşmasında. Bu gün hansı çatışmamazlıqlar var? Bu gün valideynlərin üzərinə düşən o missiyaları da gəlin açaq ki, bir qədər onlar da bir sual özlərinin qarşısına qoysunlar ki, mən nə edə bilərəm, mən nə etməliyəm? Məncə çox gözəl vurğuladınız ki, valideynlərdən çox şey asılıdır. Lakin biz bir cəmiyyət olaraq da bir məsuliyyət daşıyırıq. Bəli. Çünki bilirsiniz, mən bunu dəfələrlə demişəm, bəzi məqamlarda hesab edin ki, 19-20 yaşında xanımlar artıq ana olurlar, lakin 3 il əvvəl, 4 il əvvəl onlar uşaq idilər. Bəli. Və onlara da çətin olur. Çünki onlar da ola bilsin ki, hansısa onların valideynləri hansı məqamlarda çətinlik çəkirdilər, yəni məhz ola bilsin ki, sənətdən çox uzaq insanlardır və s. və ona görə də mən çox istərdim ki, bizim kütləvi informasiya vasitələri, televiziyamız Bəli. daha maarifləndirici, yəni uşaqlar üçün, məhz uşaqlar üçün daha maarifləndirici belə bir layihələr eləsin, verilişlər eləsin. Çünki Bəli. bu dəqiqə o verilişlər yoxdur. Mən çox məyus oluram bununla. Niyə görə? Çünki uşaqlar lap 1 yaşından olsun belə, yəni onu çox götürürlər. Yəni şuur altı da o qalır, belə də qalır, yəni yaddaşda da qalır ki, hansı musiqiyə qulaq asmışdılar, hansı ola bilsin ki, bədii filmə baxdılar və ya hansı belə deyim, kitabları da elə, kitablar, hansı nağıllarla böyüdülər. Bax, onlar da var. Hansı belə deyim, rəsmlər, hansı onların belə gözünün önündə canlanır. Həm rənglər, hansı rəngləri görürdülər uşaqlıqdan. Ona görə də bu çox vacibdir, çox vacibdir və əslində bizim böyük layihələrimizin içərisində uşaq TV var. Hansını ki, biz çox istərdik ki, onu həyata keçirdək. Lakin bu dəqiqə əlbəttə ki, biraz çətindir onu reallaşdırmaq. O da əlbəttə ki, maliyyə baxımından, yəni böyük bir işdir. Böyük bir işdir. Onun üçün, misal üçün də o həyata keçsə, ayrıca bir komanda lazımdır, ayrıca bir insanlar lazımdır. Mütəxəssislər yığışmalıdır, bəli. O mütəxəssislərin bəziləri bizim daxilimizdə var, yəni ətrafımızda var. Yəni o kadrlar var. Kadrlar var, sadəcə şərait də olmalıdır ki, biz o kontenti... Uşaqlar var necə deyələr. Bəli, şərait yoxdur. O kontenti mütləq şəkildə yaratmaq lazımdır. Bu dəqiqə. Niyə görə? Çünki dediyiniz kimi, bəzi valideynlər çox qayğı göstərir, lakin onlar necə fikirləşir? Misal üçün, indi IT sferası çox öndədir və uşağı ancaq ona yönəldirlər, lakin unudurlar ki, uşağın ümumi inkişafı üçün həm konsertlərə getməlidir. Bəli, o bədii gecələr, bədii tərəfi də unudurlar. Çox gözəl vurğuladınız. Deyirlər, vəssalam, indi zamanı kompüterdir, internetdir, bəs o bədii zövq formalaşması, həmin o kompüterdə o IT mütəxəssisi kimi o yaradacaq, nə bilim, layihələr, hansı zövqlər? Və zövqlə yanaşı, bilirsiniz, yəni siz yaxşı bilirsiniz, digərlərə də, izləyicilərimizə də onu çatdırmalıyıq ki, o tək zövq söhbəti deyil.
tək zövq məsələsi deyil. İnsan uşaqlıqdan bədii kitablar, bədii filmlərə və bədii tamaşalara baxsa, Bəli. onun yəni düşüncə tərzi daha obrazlarla olacaq və hər hansı sferada olsun, o daha geniş hər şey görəcək. Şübhəsiz. Daha Bəli. geniş hər layihəni planlaşdırılacaq. Bəli. Həm memarlıq olsun, IT sferası olsun, hətta belə deyim də, riyaziyyat olsun. Bəli. Yəni bu çox bir-birinə bağlı O məqamlardır. bir yaradıcı baxış var ki, ona Bəli. sən daha geniş prizmadan yanaşırsan. Belədir. Bəli, yəni çərçivədə deyil də, yəni çünki yaradıcı adam daha belə də geniş çalışmaq istəyir. Onun fantaziyaları da sözsüz ki, daha böyük olur və burada valideynlərin üzərinə rolu düşür. böyükdür, bəli. Bəli. Həm məktəbin. Aa, Çünki təhsilində, bəli. məktəbdə biz misal üçün oxuyanda Aha. bizim ədəbiyyat müəllimimiz çox gözəl müəllimə idi, Neda Balayevna. O Aha. çox bizə bütün bədii, yəni əsərləri ki oxuyurduq, o Bəli. çox maraqlı izah eləyirdi. Obrazları izah eləyirdi. Həm də ünsiyyətdə bu çox vacibdir. Çünki orada belə deyim, hansısa ünsiyyətdə problemlər, o problemlərdən çıxış və s. hər şey bədii əsərlərdə var. Bəli. Sadəcə bu dəqiqə uşaqların çoxsu, uşaqlar, yeniyetmələr, hətta valideynlər belə bədii ədəbiyyatdan uzaqlaşıb Təəssüf. daha çox psixoloji, hansısa motivasiya dolu kitablar Terminlərimiz oxuyur. daha fərqli olub. Bəli. Sanki insanların belə deyək də maraq dairəsi də indi nədənsə insanlar hər kəs psixologiyaya məşğul olmaq istəyir. Hamısı koç olmaq istəyir, motivator olmaq istəyir. Amma bu motivasiyanı vermək üçün də, o məsləhəti vermək üçün də geri özün də bir təcrübən olsun, bir Əlbəttə bagajı ki. da olsun. Əlbəttə ki, həm də dediyim kimi, yəni insan əgər uşaqlıqdan bədii əsərlər oxuyub onu müzakirə və belə deyim də, onu bütün obrazları bilməyibsə, Bəli. ünsiyyəti və Hətta o təhlil edirsən təhlili, bəzən. bəli, təhlili çox o sözü axtarıb təhlil sözü. Önəmlidir, bəli. Təhlil mütləqdir bədii əsərlərin Öz təhlili. fikirlərini, öz Və ideyalarını demək. Ona görə də, yəni bəzilərinə o çox belə şok kimi gəlir ki, motivasiya edəndə ona izah eləyirlər, belə olur. Çünki o bədii əsərləri oxumayıb. Bəli. Yəni oxusaydı görərdi ki, belə də olur. Yəni fərqli. Yəni o çıxış yollarını özü tapa bilər. Əlbəttə ki. Bəli. Əlbəttə ki. Çünki həqiqətən bu çox vacibdir. Bəli, Həqiqətən. bəli. Və məhz bir də var, bax, məsələn, indi bizə dinləyən sonradan həm də Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunda YouTube kanallarından da izləyəcəksiniz. Hər kəs bunu edə bilər. Bəzən insanlar düşünə bilər ki, artıq mənim üçün gecdir və yaxud mən özüm valideynəm artıq, mən artıq uşağı düşünməliyəm. Yəni onun, amma deyir uşağa tərbiyə vermək istəyirsənsə özün tərbiyəli. O, yəni heç vaxt gec deyil maariflənmək, amma sözsüz ki, bu uşaq yaşlarından edilsə daha gözəl olar. Əlbəttə ki, uşaqlıqdan olmalıdır və çox istərdim ki, uşaqlara daha diqqətli yanaşsınlar analar. Ki, yəni bəzən 3 yaşına, hətta 5 yaşına qədər deyirlər ki, əşi uşaqdır, oynasın, eləsin, diqqət yetirmirlər ki, o hansı məlumatlar alır. Uşağın yanında bəzi çox belə deyim də, yəni uşağa aid olmayan mövzulardan danışırlar. Bəli. Digər insanlardan pis danışırlar. O da uşağın beyninə belə yəni Əlbəttə salınır ki, digər insanlar belə deyim də düşmən kimidir. Yəni o ünsiyyət üçün, yəni normal ünsiyyət üçün, normal cəmiyyətdə sağlam insanların daha çox olması üçün Bəli. uşaqlıqdan onlara düzgün bu terminlərmi deyim, yəni mövzular, düzgün mövzular olmalıdır, düzgün, yəni o təfəkkür formalaşmalıdır. Razıyam sizinlə. Və bu arada əlbəttə ki, bir daha söyləyirik ki, sözsüz ki, incəsənətin və bayaq qeyd etdiyiniz kimi bax bu cür layihələrin çox böyük rolu var və məsələn yeni il ərəfəsindəyik. Teatrlarımızda çox maraqlı tamaşalar qoyulur. Özüm
özüm də bayaq elə anons olaraq izlədim. Yeri gəlmişkən Mədəniyyət Nazirliyinin mədəni afişa rubrikası var ki, orada bütün teatrlar hansı tamaşalar qoyulacaq. Əlbəttə ki, sosial şəbəkələrdə həmin paylaşımlar edilir. Ən azından bax biz valideynlər vaxt tapmalıyıq ki, onları bax bu tamaşalara aparaq, nə bilim, o yeni şənliklərinə aparaq. Sözsüz ki, həm də imkanı olan və bu sahədə nəsə bir yatırım edə bilən, nəsə bir dəstək ola bilən şəxslər bəzən düşünür ki, necə edim ki, mən də bir töhfə verim. Əslində bunu düşünərək daha peşəkar insanlarla və ələxüsusda Azərbaycan Uşaq Fondu ilə bunu etsələr, sözsüz ki, daha məqsədə uyğun olar və daha peşəkarcasına. Çünki bəzən edirlər, amma onun sanki bəhrəsini görmürsən, sanki gözə görünmür, mənası o qədər böyük anlamı olmur və bunu sözsüz ki, bir uzun illər təcrübəsi olan bir insanlarla, bir qurumla edəndə daha uğurlu olar və ümid edirəm ki, bu yöndə, bu istiqamətdə hələ çox işləriniz olacaq. Bu Uşaq Fondu çoxdan yaransa da, amma siz burada bir neçə vaxtsız və amma bu qısa bir zamanda həqiqətən də böyük işlərə imza atmısınız və ən azından da can atırsınız və bunu kənardan izləyici kimi də söyləyirik ki, yəni bu hiss olunur ki, necə can yandırırsınız. Çünki hər zaman müraciətləriniz, fikirləriniz, istər uşaqların sağlamlığı ilə bağlı, istər maariflənməsi, istər əylənməsi. Bu işdə arzunuz nə olar ki, bax daha çox bax istərdim bu layihəni gerçəkləşdirim. Bu istiqamətdə istərdik ki, bizdə də bax bu inkişaf olsun. Son olaraq. Maraqlı Arzular çoxdur. Arzular çoxdur, arzularımız böyükdür. Hətta mən belə deyərdim. Tək arzu deməzdim, məqsəd kimi onu görürəm. Çünki mən istərdim ki, həqiqətən əvvəldə dediyim kimi, hər uşaq üçün biz nəsə töhfə verə bilək və onun üçün əlbəttə ki, büdcənin püxtələşməsindən məşğul oluruq indi hal-hazırda və mən istərdim ki, bizim, yəni bütün proqramlarımızda, layihələrimizdə o mənəvi bir təməl var. Bəli. Və istərdim ki, biz hansısa sponsora, hansısa şirkətə, hansısa müəssisəyə müraciət eləyəndə onu görsünlər. Yəni tək çünki biz kommersiya qurumu deyilik, yəni kommersiya məqsədimiz deyil, daha çox mənəvi məqsədimiz var. Çünki biz həqiqətən məsuliyyət belədir. Yəni Uşaq Fondu artıq adı üstündədir. Çox məsuliyyətli işdir və bizim gələcəyimiz, yəni həqiqətən uşaqlarımız gələcəyimizdir, həqiqətən. Onlardan asılıdır. Bəli, biz sadəcə onu hərdən bir deyirik, amma tam dərindən dərk etmirik. Çünki gələcək deyəndə biz hansısa uzaq gələcəyi düşünürük, lakin elə sabahsı gün, bugünkü uşaqlar sabah artıq həm hardasa mühüm yəni yerlərdə işləyəcəklər, həm mühüm layihələrin bir parçası olacaqlar. Ona görə də onların inkişafı, düzgün, yəni inkişafı, düzgün tərbiyəsi bizim üçün ən öndə gedən məqsədlərimizdən biridir və istərdim və əlbəttə ki, xoşbəxtlikləri. Çünki biz istəmərik ki, robotlaşdırsınlar hər şeyi, robot kimi olsunlar və inkişaf etsinlər robot kimi, yox. Onların yəni ruhi xoşbəxtliyi bizim üçün çox böyük önəm kəsb edir. Bəli, o mənəvi zənginlik də, daxili aləminin də önəmli olması sözsüz ki, daha çox yəni diqqətli olmalıdır ki, yəni savadlı ola bilərlər, dünya görüşü ola bilər, amma sözsüz ki, burada o milli dəyərlərin qorunması da çox önəmlidir. O tərbiyədə, o maariflənmədə, eyni zamanda əlbəttə ki, bir bizim mentalitetimizə uyğun şəkildə tərbiyə olunan uşaqlar. Bəli, belə mentalitet sözü düzdür, biraz hal-hazırda düzgün səslənmir bəzi məqamlarda, amma siz də düz vurğuladınız ki, adət-ənənələrimiz var hansısa, yəni mənəvi düzgünlük var. Düzdür, hansısa adət-ənənələr geridə qalmalıdır. Unudulanı da var, bəli, amma qoruyub saxlamaq lazımdır. Bəli, məntiqli
qoruyub saxlamaq və onlara ötürmək lazımdır və onunla yanaşı bəzi məqamlarda hüquqi baxımından da bizdə bəzi boşluqlar var və onların üstündə də biz işləyirik hal-hazırda. Əslində elə çox vacib məqamdır. Məncə uşaqlar həm də öz hüquqlarını da yaxşı bilməlidirlər. Həm valideynlər bilməlidir onların ki, uşaqların hüququnu bilməlidir. Məncə də Azərbaycan Uşaq Fondu olaraq bu məqamı da xüsusi belə deyək də diqqətdə saxlamaq lazımdır. Çünki o belə deyək də o axsayan tərəflər bəzən olur. Hardasa o insanların maariflənməsində bir qədər boşluq ola bilər və bu boşluqları doldurmaq hardasa Azərbaycan Uşaq Fondunun missiyasına düşür. Ona görə də bu yolda sizə uğurlar arzu edirəm. Əslində söhbətlər çoxdur. Biz Zəhra ilə çoxdan da görüşmürdük. Yəqin ki, efir sonrası bizim söhbətimiz davam edəcək. Bir tələbəlik illərində xatırlarıq. Amma son olaraq bunu soruşmaya bilmərəm. Azərbaycanın ilk Avroviziya mahnı müsabiqəsində söz müəllifi kimi uzun illər sonradan Avroviziya delegasiyasında da siz hər zaman Azərbaycan təmsilçiləri ilə bərabər olmusunuz. O Day After Day mahnısının söz müəllifi kimi. Son Azərbaycan Avroviziyada çıxışı nədən biz belə qalibiyyəti də əldə etdik, qələbə də qazandıq. İlk o vaxt biz ilk çıxışdan onluğa da düşə bildik, amma indi finala da keçə bilmirik. Tövsiyəniz nə olar? İndiki bax bu sahədə işlər gedir, istedadlar var. Çatışmayan nədir sizcə? Səmimi deyim? Yoxsa rəsmi? Yox, ancaq səmimi. Səmimi olsam belə deyərdim. Baxın, mən o qədər təcrübəliyəm də, amma məndən gəlib soruşmurlar ki, hansı məsləhətlər ola bilər. Çünki mən onu, yəni əlbəttə ki, ürəkdən istəyirəm ki, hansısa tövhəm olsun bu dəqiqədə. Amma soruşmurlar. Ola bilsin ki, onlar belə daha məsləhət görürlər ki, belə olsun. Məncə böyük dəyişikliklər lazımdır eləmək. Tam dəyişilməlidir hər şey ki, biz uğur qazanaq. Bax belə, məncə qısa, lakonik, amma səmimi. Çünki necə deyərlər, təcrübə öz sözünü deyir. Artıq bu yolu keçən insanlardan da bəhrələnmək lazımdır bəzən və tək əldən də səs çıxmaz. Biz hər zaman bir olmuşuq, birliyimizi nümayiş etdirməliyik və inanırıq ki, zaman gələcək, orada da qələbə qazanacağıq və elə bizim uşaqlarımız yetişirlər. Uşaqları əsas düzgün tərbiyələndirmək, onların savadına diqqət yetirmək, çünki onlar da nə vaxt gələcək bizi Azərbaycanı təmsil edəcəklər, fərq etməz hansı sahə olursa olsun. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Var olun. Bugün bizim qonağımız Zəhra Bədəlbəyli idi, Azərbaycan Uşaq Fondunun sədri. Verilişimizin video buraxılışını digər bütün verilişlərimiz kimi Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarından izləyə bilərsiniz. Sabaha qədər deyirəm sizə, dalğanı dəyişməyin.